Kərim o orta yoldan nə sağa, nə sola çıxmayıb. La şərqiyyətin və la qərbiyyətin ayədə də var da, elə deyir. Yəni, onu fikirləşməyin ki, məsələn, Quran-ı Kərimdə də haradasa sağası yox. Quran-ı Kərimdə onun üstündədir və asar-ın nübüvvə. Peyğəmbərin, özdə fikir versiniz, hacı, bu ibarətlərin özünün çoxunun içərisində sözlər var. O cümlənin, kəlmənin işlənməyindən gedir. Məsələn, görürsən, biz deyirik, Peyğəmbərin əhl-i beyti. Yaxşı, Peyğəmbərin əhl-i beyti, Peyğəmbərin əhl-i beyti. Amma İmam Hüseyin əleyhissalamın o xütbələrində birində var ki, buyurur, nəhnu əhl-i beytun nübüvvə. Demir, məsələn, nəhnu əhl-i beyti Muhammed sallallahu aleyhi və səlləm. Və yaxud ən-nəbi. Ən-nəbi demir ki, məsələn, bu. Ki, əliflamla işarə edək ki, bu ən yaxındakı Peyğəmbərə deyir. Deyir, nəhnu əhl-i beytun nübüvvə. Nübüvvət silsiləsinin əhl-i beytiyik. Biz Adəmin də əhl-i beytiyik, İbrahimin də əhl-i beytiyik bu cürə. Burada da deyir, əleyha asarun nübüvvə. Yəni, bütün Peyğəmbər, siz elə bilərsiniz, məsələn, Həzrəti Musa ki, məsələn, deyirlər, Yahudilərin Peyğəmbəridir, o sol tərəfdə olub. Həzrəti İsa, məsələn, Məsihlərin Peyğəmbəri, yox. Əleyha asarun nübüvvə. Ümumiyyətlə, nübüvvətin asarı bu orta yolun üstündə olur. Bütün Peyğəmbərlərin yolu elə bu olub. Bu yol. Bundan qıraqda bir yol olmuyor. Əgər siz bu yoldan başqa bir yol görürsünüzsə, o yolları kimsə seyləyib. Uydurub özünü. Uydurub, iz salıb.